bütün sosial şəbəkələrimi, Instagramlar və TikTok hamısını vermişəm vəkillərə və vəkillər bu dəqiqə bütün direktdən keçirlər. Direktin bütün mesajlarından bir-bir keçirlər və bir-bir dəlilləri toplayırlar ki, böyük bir şikayət qaldırsınlar. Təkrar deyirəm, azad fikrinizi bildirməkdə azadsınız, lakin təhqirə keçən hər bir kəsə tədbir görəcəm. Dünən sadəcə yaşıl işıq verdim ki, hər kəs mənə öz üzünü göstərsin. Görüm kim hara qədər gedəcək. Onsuz da mən bilirdim ki, hər şey yaxşı olacaq. Çünki heç bir qayda pozmamışdım, heç bir qanun pozmamışdım. Azad fikrimi demişdim ki, mən öz oğluma filan şey istəyirəm. Onu da axıra qədər verməyiblər. Veriblər əvvəlini, veriblər axırını və siz bundan sui-istifadə eləmişsiniz. Mən ağdan, sudan duruydum. Ona görə də rahat gözləyirdim ki, siz içinizi boşalda biləsiniz. İçinizdə nə varsa onu qusa biləsiniz. Və bu möhtəşəm bir hiss idi hər kəs tanımaq.